Bəli, əziz izləyicilər, davam edirik. Az əvvəl diqqətinizə çatdırdıq. Vergi ödəyicilərindən danışacağıq. Bu dəfə bərbərlərdən, dərzilərdən, afisiyantlardan, həmçinin kirayə verilən evlərə qoyulan faiz dərəcəsinin endirilməsindən və yaxud da veriləcək həmin verginin hansı şəkildə həyata keçirilməsindən danışırıq. İndi isə qonağımızı sizin diqqətinizə çatdırmaq istəyirəm. Qonağımız iqtisadçı Firdovsi Xəllovdur. Firdovsi bəy, xoş gördük sizi. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Ümumi olaraq vergi ödəyicilərindən danışırıq. Mən istərdim birinci kirayə məsələlərini nəzərə çatdırım. Səhv etmirəmsə, bu proses həyata keçirilməmişdən qabaq, qərar qəbul edilməmişdən qabaq, kirayə evlərin 14% olaraq vergi həyata keçiriləcək. İndi isə bu 10%-ə endirilib. Bu ümumiyyətlə nə dərəcə doğrudur? Vətəndaşların həmin o kirayə müqaviləsi və vergi məsələsinə biganəliyi nədən qaynaqlanır? Deməli, bu doğru istiqamətə yönəlmiş kiçik bir addımdır. Çox sağ olsunlar ki, artıq diqqət yetiriblər. Əvvəla nə etməliyik? Biz kirayələr ilə, mənzilin kirayəsi ilə icarələri ayırmalıyıq, obyekt icarələrini. Yaşam obyektə ayrı, yaşayış bunlara fərqli yanaşmalıyıq. Çünki biri üzərindən qazanc əldə olunur, onları əlavə dəyər vergisi tətbiq edildikdə icarəyə götürən tərəf onu əvəzləşdirə bilir. Bu ayrı bir hekayədir. Və burada hər iki tərəfin mühasibləri ola bilir, çünki kifayət qədər dəyərli obyektlərdir və kifayət qədər yüksək məbləğli mühasibləri var, bunları aparır. Bir şəxsin bir evi ola bilər, keçər gedər atasının, anasının yanında yaşayar və o evi icarəyə verər, ondan gəlir əldə eləyər. Bunun əvvəla mühasibatlığı çox sadə olmalıdır. Yəni, bunun vön açmağına ehtiyac olmamalıdır. Buna fərqli yanaşılmalıdır. Bir də burada diqqət edilməli məqam ondan ibarətdir ki, property value adlı bir termin var əmlakda. Beynəlxalq miqyasda da bu belədir. Hansı ölkələr ki, əmlak sektorunda maqnitdir, bunlar həm də yüksək inkişaf etmiş ölkələrdir. Bizim regionumuzda Ərəb Əmirlikləridir, Türkiyədir, müxtəlif Türkiyənin bəzi regionlarıdır. Ən bariz nümunəsi İngiltərədir. Dünyanın ən böyük konsiyerj ölkəsidir. Bunlar necə yanaşırlar? Bir şey verdikdə ona müqabil nəsə istəyirlər. Property value, misal üçün Gürcüstanda 7%-dir. 7%. Bu nə deməkdir? Siz 100 min manatlıq bir ev alırsınızsa, illik kirayə dəyəri 7 min manat toplayırsınız oradan. Bu o deməkdir. Londonun mərkəzi xaric çıxdıqdan sonra London ətrafında bir çox ətraf şəhərlərdə İngiltərədə 12-13%-dir. Property value. Azərbaycanda 2.8%-dir. Da çox başqa. Yəni, aldığımız əmlakın illik kira gəliri 2.8%-dir. Bilirik ki, ən aşağı faiz verən banklar bizə 11-12%-lə onu belə tapmaq yəni möcüzədir artıq. Bəli. Biz 2.8% regionda ən aşağı faiz olduğumuza baxmayaraq, biz vətəndaşlardan bugünə kimi 14% vergi istəyirdik. Yəni, bu o deməkdir ki, ey vətəndaş, mənə vergi vermə. Bir başqa deyişlə, bu o deməkdir. Çünki çox istəyirik. Bunu 10%-ə endirdik. Yəni, biganə qalmağının səbəbi əslində faiz göstəricilərinin yüksək olmağıdır. İki səbəb vardır. Bir, absurd yüksək idi, absurd dərəcədə yüksək idi bu faiz. Çünki axı bir şey verməmisiniz siz ona, bir şərait yaratmalısınız. Doğrudur. İkinci səbəbi isə Azərbaycanda aktiv şəkildə istismar olunan əmlakların 500 mindən çoxunun çıxarışı yoxdur. Vətəndaşın onun üstündə mülkiyyət hüququ yoxdur. Yoxdur, doğrudur. Mülkiyyət hüququm yoxdursa, bu necə kontrakt müqavilənin predmeti ola bilər, necə sığortanın predmeti ola bilər? Necə müqavilə bağlana bilər? Bəli. İndi buna bir yol fikirləşirlər ki, mülkiyyət hüququ olmadan da icarəyə verilsin. Çünki vergi toplanmaqda maraqlıdır, düz deyilirlər. Bir statistika araşdırmışdım mən. Hardasa 2 ay əvvəlki statistikadır. Bugünə kimi çox bir şey dəyişdiyinə inanmıram. Kirayədə olan mənzil sayı statistika komitəsinə sorğu göndərdim, cavab ala bilmədim. 6000-ə yaxın idi. 6000-ə yaxın sadəcə qeydiyyatda olan 14% ödəyən. Çox absurd bir rəqəmdir. Bu varsayımdır, dəqiq məlumat məndə yoxdur və belə ehtimal edilir ki, bu 6000 əmlakda həqiqi rəqəm göstərilmir. O 14% olduğu üçün. Misal üçün, mən evimi sizə icarəyə verirəmsə, şərti deyirəm, mən vermirəm evimi icarəyə verirəmsə, 2000 manata razılaşmışamsa, mən orada 500 manat göstərirəm ki, az ödəyim. Buradakı məqsəd hardasa qeydiyyata alınması idi. Bu necə tənzimlənir ki, kimlər bunu
bu deyirsiniz qeydiyyatda? Ümumi olaraq Ümumiyyətlə bu qeydiyyatı kim aparır? Necə proses necə gedir? Könüllü şəkildə olur. Siz onu necə bilə bilərsiniz ki, kim kirayə verib? Kim kirayə verib? Artıq inzibati üsullarla da bunu eləməyə çalışırlar. İnzibati üsullarla. Ərazi inspektoru gəzir, öyrənir ki, burada kim kirayə qalır, qalmır. Kirayə qaldığını təsbit edərsə və müqavilə olmadığını görərsə, cərimələnməyə başlayır. Əslində bu bir metoddur, amma düşünmürəm ki, məhsuldardır. Yaxşı olardı ki, bu könüllülük əsasında olsun. Faktiki olaraq icarədə olan əmlakların, istəyir sənədli mənzillər, sənədsiz olsun, bunların sayı 280-320 min arasıdır. Firdovsi bəy, 14%-dən 10% endirilib. Az əvvəl biz digər ölkələrlə bir geniş bir müzakirə apardıq. Daha doğrusu siz həmin ölkələrdən misal gətirdiniz. Elə Türkiyədən, Ərəb Yarımadasından və yaxud da elə İngiltərədən. 10% göstərici və yaxud da qoyulan 10% hazırda məqbul sayıla bilərmi? Ümumi olaraq neçə faiz olmalıdır ki, vətəndaşın özü də desin ki, hə, mən misal deyirəm, 2% isə gedib ora nəsə ödəyə bilərəm ki, başım sakit olsun, sabah bir problem yaşamayım, qayda qanun pozuntusu olmasın mənim bu hər işimdə. Bu çox gözəl olardı ki, bu cür məsələlər asimetrik qaydada olmasın. Misal üçün, bəzi hallarda, əlbəttə millət vəkillərimizin hamısının kifayət qədər işləri çoxdur. Onlar hər halda günahlandırmaq haqsızlıq olar ki, siz niyə bilmirsiniz ki, Sabunçuda bir evin kirayəsi nə qədərdir, faktiki olaraq bunu bilməyə bilər. Yaxşı olardı ki, həm Nazirlər Kabinetində əyləşənlər, həm Milli Məclisdə əyləşən hörmətli millət vəkillərimiz bir araşdırma şirkətlərinə müraciət eləsinlər ki, biz belə bir qanun keçirtmək istəyirik. Əvvəla siz bizə deyin görək, əlimizdə faktiki nə qədər müqavilə var və imzalım və ümumilikdə nə qədərdir, estimateddə təqribi rəqəm nə qədərdir? Növbəti sual, ey xalqım, mən bunu necə etsəm, sən vergimi ödəyərsən sualını xalqdan soruşmaq lazımdır. Qoy desin, mən təklif eləyərdim ki, bu 3% olsun. 1% yarımı əmlak sahibi versin, 1% yarımı icarəyə götürən. Biz bu rəqəmin 6.000 yox, 10.000 olduğunu düşünək və bunu gətirmək istəyək, 320 mindən də əlbəttə hamısını keçirtmək biraz çətin olacaq. 250 minini keçirtmiş olaq. 3% toplamış olsaq 14 dəfə çox nominal olaraq pul toplayacağıq. Və nəticədə bu bizə nə verəcək? Həm dövlətimiz biləcək ki, kim harda yaşayır. Bəli, qeydiyyat ünvanı və yaxud da digər. Həm də təhlükəsizlik məsələsidir, eləmi? Həmçinin iqtisadiyyatımıza bir 200 mindən çox insan qazandıracağıq ki, bunların rəsmi gəlirləri var. Yəni 700-800 manat ətrafında, 600-700-800 manat ətrafında rəsmi gəlirləri var. Bunlar həm gedib kredit götürə biləcəklər, həm biznesə başlaya biləcəklər. Həm də ki, həm icarəyə götürən tərəf maraqlı olacaq müqavilənin. Çünki 1,5% heç kim üçün böyük bir problem kəsb eləmir. Misal üçün 300 manatdan 6-7 manat vergi ödəmək heç kəsə pis gəlmir. Ki, bunun qarantiyası olsun ki, dövlət şahiddir də mən bu evi icarəyə götürmüşəm. Həm icarəyə verən arxayın olacaq. Səhəri gün onu hansısa polis bölməsinə çağırmayacaqlar ki, sənin evində qanunsuz işlərlə məşğul olunub. O halda dedik, dostum, mənim bir müqaviləm var. Mən oradan məsuliyyət daşımıram. Mən sadəcə icarəyə vermişəm. Bu da mənim təmiz vergim. Mən bundan mükəlləfəm. Bizdə indi belə deyək də bu 10% göstərici Bakı üçün bu deyəlim ki, indi götürsək doğrudur. Amma mən düşünmürəm ki, Bakıda qeydiyyata düşənlər oldu və bu faizə, bu vergini ödədilər. Cəlilabadda qalan kimsə mənə elə gəlir ki, o vergini ödəməyəcək və yaxud da Salyanda qalan kimsə o vergini ödəməyəcək. Sanki biz tək hər şeyi Bakının üzərində qurmuşuq. Elə faiz göstəricilərinin bölgələrə görə də müəyyən şəkildə bölünməsi daha məntiq uyğun olar. Misal deyirəm, Cənub zonasında yaşayan insanların 3% vergi verməsi daha məqbul sayılar. Bakıda yaşayanların misal deyirəm 7%. Biz bütün bölgələrimizə 10%-i şamil etmək bu nə dərəcə doğrudur? Əslində icazənizlə tolerantlığınıza arxayın olub sizinlə razılaşmayım. Bədbəxtlikdən, xoşbəxtlikdən ölkənin səhv etmirəmsə 80%-dən çox iqtisadiyyatı Abşeron yarımadasında formalaşır. Cəlilabad rayonunda belə deyək, bir 2 otaqlı kiçik bir həyət evinin icarəsi nə qədər olar? Təqrib edirəm 200 manat. Onun 10%-i 20 manat olur. Bunu almaq daha asandır. Həm də orada hər kəs bir-birini tanıyır. Amma
və onun satış qiyməti nə qədər olar? 25.000 manat, 30.000 manat. Əslində property value Bakı xaric yerlərdə daha yüksəkdir. Yəni ki, əmlakın dəyərindən toplanan icarə vergisi gəliri daha yüksəkdir. Orada daha məqbuldur. Bir faktor var. Bir də Bakıda 200.000 manata aldığımız bir əmlakı biz neçəyə icarəyə verə bilirik? 400-450 manata. Çox aşağıdır. Və onun 10%-ni istəyəndə əlbəttə deyəcək ki, vermirəm. Bu rayonlara görə dəyişə bilər də. 400 manat, yəni elə bir rəqəm məncə yoxdur. Var. Harda? Səncə, yəni dəyişə bilər rayon üzrə. Bölgələrdə maksimum demək olar kirayə məbləğləri 300 manatdır maksimumu. Təbii evə görə də dəyişir. Siz az əvvəl dediniz, mən biraz bunda təəssüfləndim. Bölgələrdə 20.000, 30.000, 50.000 olan evi 200 manata verir, Bakıda və 300 manata verir. Bakıda isə 200.000, 250.000-lik evi isə 400 manata veririk. Bu da həmin onun satış qiyməti ilə əldə edilən gəlirlə müqayisədə çox aşağıdır. Bu barədə danışdıq. İndi sabah görəcək birdən qaldırıblar 800 manat, 1200 manat ediblər. Qaldıra gedirlər. Mən istərdim az əvvəl dediyim mövzu barədə bir geri dönək. Bərbərlər, dərzilər, afisantlar vergi ödəyişirlər. Ümumiyyətlə, bir afisant niyə vergi ödəməlidir? Ümumiyyətlə, bu peşə sahibləri, fərdi peşə sahibləri hansı prinsiplərlə onların vergisi hesablanır? Yəni, məsələn, dərzilərdir, bərbərlərdir, afisantlardır. Həmçinin tədbirlərdə bu çalğıçılardır. Nəyə uyğun olar da hesablanır bu? Baxın, biz hamımız vergi ödəməliyik. Hamımız ödəməliyik. Yəni, bütün qazanc əldə edən hər kəs vergi ödəməlidir. Bu bir mənalı. Burada heç kəsin bir iradı yoxdur ki, niyə vergi ödəsin? Ödəməlidir. Amma necə ödəsin? Artıq bundan sonraki onlarla sual yaranır. Sizə kiçik bir dənə nümunə demək istəyirəm. Bir ara Amerika Birləşmiş Ştatlarında kiçik bir bizneslə məşğul olan yoldaşlarla maraqlanırdım. Bir həftə içində nəqliyyat sektorunda, daşımacılıq sektorunda bir kiçik sahibkar 2 milyon dollara qədər olan dövriyyəsi necə vergi ödəyir, onu artıq mən buradan oturaraq qavradım. Və mən onu səhvsiz ödəyə bilirəm. Olduqca sadə bir dildədir. 17-ci ildən Azərbaycanda sahibkarlıqla məşğulam. Kiçik sahibkaram. Hələ də tək başıma mən vergilərimi hesablaya bilmirəm. Niyə bu qədər gəlizdir? Baxın, ondan yola çıxmalıyıq ki, biz təkrar bildirməliyik ki, pisdir, yaxşıdır demirəm. Artıq Sovetlər Birliyi yoxdur. Bəli. O dövr bitib. Biz bazar iqtisadiyyatına uyğun hər kəs tərəfindən çox rahat, ən azından kiçik sahibkar tərəfindən nəzərə almalıyıq ki, kiçik sahibkar orta məktəbi də bitirməmiş insan da ola bilər. Onun da tərəfindən 10 dəqiqə içində başa düşülə biləcəyi bir sistem tərtib etməliyik. Bu, o yoldaşların boynunun borcudur. Bunu yerinə yetirməlidirlər. Son dərəcə anlaşılmazdır. Burada nə yaranır? Bir, ilk addım ondan əmələ gəlir ki, kiçik sahibkar meyilli olmur. Deyirsiniz ki, dostum, axı nə olasıdır ki, məsələn, bayaq verdiyiniz suala cavab vermiş olun. Sadələşmiş qəbz deyilən bir şey var. O da sadə bir şeydir. Onlayn kargüzarlıqdan girirsiniz, 30 manat səhv eləmirəmsə aylıq, 30 manat verginizi ödəyirsiniz. Bura aiddir ki, fərdi sürücü götürmüsünüz, həyətinizə bağban çağırmısınız, dayəniz var, sonrasına afisantlar qeyd elədiniz, dərzilər, bərbərlər. Bunlar bu qrupa aid olan insanlardır. Deyirsiniz, kimdir ondan başa çıxan? Nəticədə nə yaranır? Kölgə iqtisadiyyatı. Bəli. Bunlarda hələ çox asandır. O ki qaldı, siz hər hansısa bir, məsələn, SMM xidməti verirsinizsə, sosial media marketingi, deyəcəksiniz ki, bax da sən getmirsən artıq sosial media marketinq xidməti verirsən. O insan əgər yaxşı marketi olubdursa, inanmayın, o öz vergi çoxunu apara bilməyəcək. Onu kənardan xidmət var. Çətinliyi ilə bağlıdır. Qəlizdir, çox anlaşılan deyil və hər il də dəyişilir. Hər il yanvar gəlib çatanda, dekabr gəlib çatanda soruşun mühasiblərdən, hamı telefonuna sarılır ki, bu nə deməkdir, bu nə deməkdir, bu nə deməkdir. Onlar da deyir ki, mən də başa düşməmişəm, qoy görək nə olacaq. Hətta elə anlar olur ki, zəng edirsiniz vergiyə, onlar da başa düşmür.
Mən belə deyək də, hər kəsə tövsiyə edirəm, biclik işlədirəm. Bir şey ki, məndə sual halında qalanda onlayn kargüzarlıqdan yazıram ki, mən filan şeyi bu cür etmək istəyirəm. Bu cür edəcəm. Etirazınız varsa bildirin. Onlar da yazırlar ki, sadələşdirilmir ki, niyə bu qədər qəlizləşdirilir? Adi misal deyirəm, az əvvəl verdiyim sualı bir də təkrar edeyim. X Şadlıq Sarayında işləyən bir gənc 18-19 yaşı var və ya da 20 yaşı var və ya da 35 yaşı var. Bu vergi ödəməlidir. Orta təhsildir, bəlkə də heç təhsili yoxdur. Siz özünüz ali təhsilli adam, bizlər ali təhsilli adamlar belə vergi prosesini hələ də dərk edə bilmirik, doğru düzgün qavraya bilmirik. O hasiyant necə edəcək? Onlar üçün əslində sadə olmub, sadəcə 30 manat ödəyirlər. O ancaq onlara aiddir, sadələşmiş Aylıq 30 manat. Tək onlar üçün. Bəli. Aylıq 30 manat. Bəli, aylıq 30 manat ödəniş edirlər. Nə qədər dövrə eləyirlərsə artıq öz işləri. Dövlət deyir ki, sən mənə sadəcə 30 manat ödə. Əslində burada da bir şey var, onu da demiş olum. Sadəcə 30 manat et və dövriyyələrin də postterminallar vasitəsilə olsun və ya köçürmələr vasitəsilə olsun. Görüm ki, nə qazanmışsan, işim yoxdur. Hələlik. Burada açarsınız, hələlik. Demirəm az vergi alınsın, çox vergi alınsın. Mən çox istəyirəm ki, çox vergi alınsın, amma necə? Vergilər indeksləşdirilsin, iqtisadi böyümə nə qədərdir? İndi bir çox hörmətli ekspertlərimiz gəlib deyəcəklər ki, sən çox səhv fikirləşirsən. 2026-cı ilin yekununda gördük ki, qeyri-neft sektorundan vergi daxil olmaları 30% artdı. Deməli, bizim qeyri-neft sektorumuz 30% böyüdü. Elədirmi? Gəlin tərsindən hesablayaq. Bizim ən çox qeyri-neftdə elədiyimiz eksportlar hansıdır? Pomidor, pambıq, digər sənaye kənd təsərrüfat məhsulları. Gəlin yekunda baxaq ki, və ya dönə keçən 5 ilə baxaq ki, nə qədər artırmışıq bunları həcm olaraq? Heç nə qədər. Artım yox. Çox cüzi bir şeydir. Cüzi bir şeydir. Neftin yerini tutması üçün bunlar 10 dəfə artması belə kifayət deyil. Çox böyük rəqəmlərdir. Çox, bəli. Azərbaycan hal-hazırda iqtisadi olaraq bir çağırışın, yüksək səslə bir çağırışın qarşısındadır. Ya bugünə kimi bizim qələbəmizin belə iqtisadi tərəfində dayanan şey, iqtisadi tərəfində, siyasi tərəfində əlbəttə ki, ölkə rəhbərliyin qeyri-adi bacarığı idi bu, böyük bir qələbə idi. Neft gəlirləri dayanırdı. Bəli. Bizim neft sektorunun, bəli, ölkənin büdcəsində demək olar. İki şey baş verir burada. Bir, neft hasilatımız azalır. Bu sir deyil, yəni hər il azalır. Normal halda. 2, gözlədiyimizdən daha aşağı olacaq neft qiymətləri 26-cı ildə artıq siyasi proseslər. Proqnoz olaraq deyirsiniz ki, bu il demək olar ki, Azərbaycan barelinin qiyməti yavaş-yavaş düşməyə başlayır. Neft qiymətlərinin aşağı düşəcəyi gözlənilir. Çünki yəqin ki, Venezuela baş verən hadisələr nefti də şey olacaq. Ondan başqa əslində Rusiyaya qoyulan orada sülh olarsa, atəşkəs olarsa, Rus nefti də bazara girərsə və ya İranla hansısa bir danışıqlar hal-hazırda gərginlik gedir, razılaşdırılmalar olarsa, hər hansısa bir konsensus olarsa, bu da neftin qiymətinə təsir göstərir. Firdovsi bəy, son olaraq bu sualı vermək istəyirəm, mənim üçün maraqlıdır. 2026-cı il girməmişdən əvvəl müəyyən artımları biz gördük, hətta il daxil olmadan illə bağlı olacaq bütün qidalar olsun və yaxud da digər hər şeydə artım var. Nədənsə maaşlarda artım çox ləngiyir. Yəni bugün 1 manata aldığımı mən 5 manata alıram, amma bunu 1 manata aldığım vaxtda aldığım 500 manat bugün 600 manatdır. Niyə bizim aldığımız məhsulların qiyməti bu qədər yüksəldiyi halda maaşlarımız o qədər artmır? Maaşlara kiçik bir düzəliş eləyim. Maaş deməyək, real gəlirlərimiz azdır bizim. Məsələn, maaşla işləməyənin, maaşsız çalışanın, maaşla işləməyənin də gəlirləri azdır. Biz yenə də eyni yerə qayıdırıq ki, ölkə olaraq qazancımızı artırmalıyıq. Xərcin artımı normaldır. Bütün dünyada inflyasiya gedir. Biz qazancımızı da artırmalıyıq. Qazancımızı artırmağın yolları nədir? Hansı ki, bizim iradəmiz xaricindədir. Biz istəyirik ki, neftimiz 150 dollar olsun, yenə də onu sataq, belə gözəl yaşayaq. Əlbəttə, hamımız istəyirik onu. Belə olmadıqda nə etməliyik? Qazancımızı necə artıra bilərik?
Bir qarşımızda dayanan siyahıda baxırıq ki, bu qədər vergi ödəyicimiz var. Gəlin onların vergisini artıraq. Axı bu çıxış yolu deyil. Biz onun qazancını əlindən almış olduq. Biz ümumi ölkə olaraq sizi sahibkar, özümü dövlət, onu belə olaraq görməyək. Ümumi olaraq birlikdə necə qazana bilərik? Qazancımızı artıraq, ondan sonra bölüşək də. Bunun yolu məsəl üçün incoming turizmi dərhal artırmaqdır ki, biz ciddi şəkildə turist böhranı yaşayırıq. Nə üçün? Çünki qonşuların hamısında turizm gəlirləri kifayət qədər artır. Bir statistikada müəyyən bir bütçəsi məsələ oradan gələn turistlərdən ədir. Çox ciddi bir bütçəsi. Bir statistika deyim ki, hal-hazırda dünyada çalışan insanların 14%-i turizm sektorunda çalışır. Və turizm sektorunun digər sektorlardan fərqli çalışmaq istiqaməti bilirsiniz nədir? Burada gizli işləyənlərin sayı digərlərinə nisbətən qat-qat çoxdur. Bu 14% rəsmi işləyəndir. Yaxşı görək bizdə nə qədərdir? Biz ictimai iaşəni də onun dibinə qatırıq, yenə də 14%-ə çatmır. Gəlib çatmır. Mən düşünürəm ki, baş verən hadisələr artıq biz ümumi suverenliyimizin tam bərpasının üzərindən 2 il keçir, 3-cü ilinə keçirik, 2026-cı ildəyik. Bundan sonra böyük qayıdışla bağlı Qarabağda inkişaf və yaxud da turizm potensialı genişləndikcə başqa ölkələrdən necə ki, bugün regionda Gürcüstan və Ermənistan'a gələn turist sayı Azərbaycana gələn turist sayından nisbətən daha çoxdur və yaxud da Özbəkistan 2017-ci ildə Mirzoyev həmin turizmə qoyulan sərmayənin bugün qarşılığını çox gözəl görürlər. Mən Özbəkistanda səfərdə olanda da gördüm. Həddindən artıq çox Səmərqəddə, Daşkənddə, Buxarada və s. həddindən artıq çox turistlər var. Ümid edirik ki, bizdə də ən azı indi olmasa belə 2030-cu ilə qədər regionun ən böyük turizm potensialına malik ölkələrdən biri olmuş olarıq. Bir daha təşəkkür edirik Firdovsi bəy. Minnətdarıq sizə ətraflı şərh verdiyiniz üçün.